hər birinizi gözləyirəm. Çata zəhmət olmasa hərə öz haqqında qısa bir məlumat yazsa. Məsələn, mən Taki Fankəs, Lalə falan işlə məşğulum. Ya tələbəyəm, müəlliməm, ya da hər nə isə o. Yəni, özünüz haqqında kiçik adınız və yanında kiçik bir məlumat yazın ki, mən bilim ki, təlimdə neçə nəfər aktiv olaraq həqiqətən təlimi dinləyir. Səsinizi açıb da deyə bilərsiniz. Heç kim burada aktiv deyil. Salam, mən Xalid Babayev, İnsan Resursları şöbəsində çalışıram. Əla, Təbriz bəy yazdı. Salam, hər vaxtınız xeyir olsun. Siz də özünüz haqqında qısa məlumat verirsiniz, zəhmət olmasa. O sırada mən də özüm haqqında qısa məlumat vereyim. Mən Solmaz Yaqubova, biznes mentoram, həmçinin Global Supply Chain Company mebel istehsalı və həmçinin təchizatı şirkətində marketinq və satış mütəxəssisi olaraq fəaliyyət göstərirəm. Paralel olaraq da Sirius Studio oyun yaradıcılığı şirkətində general menecer, yəni ümumi menecer vəzifəsində çalışıram. Təhsil olaraq isə Neft Sənaye Universitetində bakalavırda menecment ixtisası üzrə təhsil almışam MBA-də. Amerikan Georgia Universiteti proqramının əzində ingilis dilində. Əlavə olaraq sosial media mütəxəssisiyəm və marketinq sahəsi ilə uzun müddətdir məşğulam. Biznes konsultasiyaları olsun, biznes koçluğu olsun, yəni ümumi olaraq bunlarla məşğulam. Bu mənim aktiv fəaliyyət sahəm deyil, amma bir növ artıq hobi formasını çevirmişəm. Təlimlərdə isə məqsədim maraqlı olan, bu sahəyə maraqlı olan kütləni və məlumatlandırmaqda bizneslə bağlı daha, belə deyim, bilinçli, şuurlu bir təəssürat formalaşdırmaqdır. Xalid bəy və Təbriz bəydən başqa heç kim yazmadı. Öyrənmək istəyirəm ki, məsələn, aktiv olan 2 nəfər var deyəsən dinləyənlər, digərləri hər halda sertifikatçının səsi bağlayıblar, videonu açıq qoyublar. Elə burada aktiv olan şəxslər üzərindən getmək istəyirəm ki, məsələn, sizcə biznes nədir? Və bu təlimdən gözləntiləriniz nələrdir? Hansı suallar ağlınızda var? Nəyin cavabını almaq istəyirsiniz? Yəni, bizneslə bağlı hansı suallar varsa yönləndirmək istədiyiniz verə bilərsiniz, mən cavablayaram. Yəni, burada 20-30 nəfər kütlə olsa, mən birbaşa təlim mövzusuna keçib təlimdən danışardım, amma az bir nəfər olduğu üçün belə deyim, kütləyə uyğun danışacağım. Hər hansı bir sual və ya təəssürat bizneslə bağlı. Uğurlu biznesi ilk dəfə necə başlamaq olar? Deməli, ilk olaraq anlamaq lazımdır ki, indi biznes nədir? Biznes bir növ bizim mənfəət əldə etmək məqsədi ilə qurduğumuz hər hansısa bir fəaliyyətdir. Bir növ bizim fəaliyyətimiz bizə gəlir qazanmalıdır. Gəlir anlayışı necədir? Yəni, mənfəət anlayışı daha doğrusu necədir? Biz gəlirlərimizdən xərclərimizə çıxdığımız zaman yerdə qalan məbləğ bizim mənfəətimizdir. Yəni, deyək ki, 500 manatlıq bir satış edirik. Bu satışın başa gəlməsi üçün bizim 300 manatlıq bir xərcimiz var və biz buradan 200 manat qazanırıq. Deməli, bizim o biznesdən qazancımız 500 manat deyil, 200 manatdır. Bunu bu formada nəzərə alırıq. Siz 1000 manat da xərcləyib yenə 200 manat qazana bilərsiniz. 200 manat xərcləyib yenə 200 qazana bilərsiniz. Bu sizin qurduğunuz sistemdən asılıdır. Necə edək ki, biz biznesə başladığımız dönəmdən uğurlu olaq.
Yəni daha düzdür. Bütün bizneslərdə bu bir növ artıq yazılmamış qanun kimi bir şeydir ki, siz ilk dəfədən, ilk biznesinizdən 100% uğurlu olmağı gözləntisində olmamalısınız, amma onu uğurlu etməyə çalışmalısınız. Bir neçə dəfə təcrübələrdən sonra artıq sizin biznesləriniz daha uğurlu olaraq davam etməyə başlayacaq. Əlbəttə ki, siz səhvlər edərək təcrübələr əldə edəcəksiniz. Amma təməl bir neçə 5 sahə var ki, ən azından o 5 sahə haqqında ilkin məlumatlı olub, onu biznesinizdə tətbiq etməlisiniz. Bunlar nədir? Menecment, marketinq, satış, mühasibatlıq və maliyyə. Bu 5 sahəni araşdırmanızı və ətraflı şəkildə öyrənməyinizi tövsiyə edirəm. Bu təlimin mövzusu olmadığına görə mənim YouTube-da videom var. Biznesə 5 əsas sahə deyə və biznesə necə başlamaq olar adında, hansı ki bu verdiyiniz suallarda orada cavablandırıram. 2 dənə video var. Bir dənə də başqa bir təlimdən geniş danışdığım uzun bir 2 hissəli yarım saat olmaqla video yüklənib. O videoları izləyib ətraflı bilgi əldə edə bilərsiniz. Bizneslə bağlı çox geniş bilgi əldə edə bilərsiniz. Bir də xarakter məsələsi var ki, yəni biznesə başlayanda yenə də bu həmin təlimlərdə, videolarda bu xarakter məsələsini də detaylı vurğulamışam. Xarakter olaraq isə biraz özünüzə çevrə yığmağa özen göstərin, yeni çevrənizi böyütməyə diqqət göstərin. Bu özü biznesinizi tanıtmaq mərhələsində də çox önəmlidir. Ondan sonra çalışın ki, qərar vermə məsələsində sürətləndirilmiş bir şəkildə qərar verəsiniz. Yəni, bir qərar vermək üçün günlərlə gözləməyin. Biznes sürətli qərarlar, sürətli və düzgün analiz edilmiş qərarlar tələb edir. O baxımdan qərar vermə bacarığınızı gelişdirin. Digər bir məsələ isə analiz etmək və müşahidə etmək. Bu ən önəmli qabiliyyətdir. Yəni biznesə başlayanda, ideyanı seçəndə hər mərhələdə bu önəmlidir. Tutaq ki, siz bir X bir biznesə başlamaq istəyirsiniz. Nə etməlisiniz? Birinci araşdırmalısınız. Məsələn, nə deyək ki, geyim mağazası açmaq istəyirsiniz. Başqa geyim mağazaları öz vitrinləri necə yığırlar, harda açırlar öz bizneslərini, hansı ərazilərdə açılmış geyim mağazaları daha çox satış edə bilər. Sizin geyim mağazanıza uyğun hədəf kütləniz kimlərdir? Qadınlara satırsınız, kişilərə satırsınız, uşaqlara satırsınız, ev geyimləri satırsınız, sport yoxsa ziyafət geyimləri, yoxsa hamısının qarışığı və s. kimi artıq bir araşdırma edə biznesinizin hədəf kütləsini netləşdirirsiniz, formatını netləşdirirsiniz. Sonra yenə analiz biznesinizin öz daxilində davamlı biznesinizin büdcəsini analiz edirsiniz ki, mən taki reklama X qədər məbləğ xərclədim, bu qədər geri dönüş aldım. Başqa nə edə bilərəm? Ya da bu reklam büdcəsini artırsam mənim gəlirim də bundan paralel olaraq artacaqmı? Və s. kimi suallar var. Davamlı analiz edirsiniz, müşahidə edirsiniz və müşahidələriniz nəticəsində gəldiyiniz qənaətləri tətbiq edərək ona nəticə görməyə başlayırsınız. Yəni praktikada o qənaətlərinizə nəticə almağa çalışmalısınız. Bu şəkildə siz biznesdə daha uğurlu nəticə əldə edə bilərsiniz və seçdiyiniz biznesin sizin xarakteriniz və belə deyim, baxış bucağınızla, bacarıqlarınızla uyğun olması üçün çalışın. Tutaq ki, məsələn, siz sərt bir xarakterə, çox sərt bir xarakterə sahib deyilsiniz, amma işlədiyiniz biznes növü sizdən çox sərt bir xarakter tələb edirsə, siz o biznesdə uğursuz ola bilərsiniz, sadəcə xarakter məsələsinə görə. Və yaxud da məşğul olduğunuz sahə sizdən daha yumuşaq, daha yaradıcı bir xarakter tələb edir, amma siz daha nötr, daha donuqsuz, ona görə o biznesiniz irəliləməyə bilər. Məsələn, ən sadəsindən deyirəm, siz bir dizayn şirkətisiniz, dizaynerlər işlədirsiniz. Nə demək lazımdır? Bu dizaynerləri işlədən sahibkar, əlbəttə ki, dizaynerlərin psixologiyasından anlayan bir şəxs olmalıdır və bilməlidir ki, onlar üçün rahatlıq, konfort, motivasiya önəmlidir və daim öz işçilərini motivasiya etməyi, onlara rahat, konfortlu mühit yaratmalı, bacarmalıdır. Yoxsa əks təqdirdə o işçilər yaxşı performans göstərməyəcəklər, müştəriləriniz məmnun qalmayacaqlar, bir müddət sonra müştəri itirəcəksiniz. Amma bunun məsələn tərsi olsa, məsələn başqa bir iş sektoru ola bilər ki, siz orada belə deyim, motivasiyadır, rahat mühitdir falandır. Bunları çox düşünməyə bilərsiniz. Tutaq ki, bir sığorta şirkəti açmısınız. Ofisdə hər kəsin qarşısında kompüteri, telefonu, hər kəs oturur, gündəlik olaraq zənglər edir. Burada bəlkə də daha sərt yanaşma lazım ola bilər. Sahədən sahəyə dəyişir. Yəni seçdiyiniz sahənin sizin xarakteriniz və yapınızla, bacarıqlarınızla da ola bilər. Üst-üstə düşməsinə özen göstərməyə çalışın. Lakin heç restoran sahəsindən anlayışınız yoxdur, heç yemək bişirməkdən anlayışınız yoxdursa, sizin restoran biznesi açmağa çalışmağınız
biraz uğursuz nəticələnə bilər. Çünki təcrübəniz yoxdur, yeməkləri analiz edə bilməyəcəksiniz. Ümumiyyətlə restoran sektorunda deyək ki, heç vaxt bir müddətdə də olsa ofisiant olaraq işləməmisinizsə və yaxud da onları ciddi şəkildə müşahidə etməmisinizsə, onları necə idarə etmək və sair mövzusunda hamısında çətinlik yaşayacaqsınız. O restoranın arxa planı məsələsində çox ciddi, belə deyim, çətinliklər yaşayacaqsınız. Çünki təcrübəniz yoxdur. Nə olacaq? Artıq təcrübəniz bir növ, belə deyim, böyük xərclərlə nəticələnəcək. Ta ki siz o təcrübəni yığana qədər bəlkə də 2 il yarım ziyana işləyəcəksiniz. Yəni illaki ya o təcrübəyə sahib olmağınız lazımdır və o biznesi açmağınız lazımdır, ya da o biznesi açırsınız və müəyyən bir müddəti, vaxtı, enerjini, pulu o təcrübəni əldə etmək üçün qurban verirsiniz. Yəni ancaq o şəkildə mütləq ki, yəni biznesinizin böyüməsi üçün o bizneslə bağlı təcrübəyə sahib olmağınız lazımdır. Belə, mümkün qədər çalışdım geniş danışım. Tanıtım məsələsinə qalanda, yəni biznesə tanıtımın növləri. Tanıtım biznesdə marketinqə deyilir. Marketinqində bir neçə növü var. Məsələn, sosial media marketinq var, network marketinq var, ondan sonra e-mail marketinq var, oyunlar üzərindən və yaxud da YouTube üzərindən, Google üzərindən edilən marketinq növləri var. Bunları da biraz detaylandırım. Sosial media marketing, influencerlər, blogerlər vasitəsilə və yaxud da Meta, Facebook üzərində olan sponsorlu reklamlar, yəni ödənişli reklamlar vasitəsilə edə biləcəyiniz bir tanıtım növüdür. Google üzərindən olan reklamlar isə hansı Google'da bir sayta daxil olursunuz, bir geyim saytı ola bilər, X bir sayt ola bilər. Saytların kənarlarında reklamlar çıxır, fərqli brendlərin, markaların. O reklamlar burada nəzərdə tutulur və yaxud da bir oyun oynayırsınız və yaxud da hansısa bir proqram istifadə edirsiniz. Onun pulsuz versiyasında həmişə görürsünüz ki, qabağınıza reklamlar çıxır. Həmin reklamlar o da bir marketinq vasitəsidir. Ümumiyyətlə, çox vaxt halda sual yaranır ki, bu pulsuz fəaliyyət göstərən saytlardır, qurumlardır. Bunlar öz gəlirlərini necə formalaşdırırlar? Bir çoxu öz gəlirlərini bir növ sayt daxilində reklam təklifləri almaqla formalaşdırırlar. Tutaq ki, o sayta günlük 100 min nəfər insan daxil olur və anlaşdığı markaya deyir ki, mənim saytıma günlük 100 min nəfər trafik var, yəni izləyici var, gəlib gedən var. Sən əgər mənə X qədər məbləğdə ödəniş etsən, mən saytımın falan hissəsində sənə günlük olaraq orada öz reklamını, yəni brendinin adını ya da xidmətin haqqında məlumatı yerləşdirməyə icazə verəcəm. Onlar o şəkildə qazanırlar. Reklamı verən şirkətlər isə o reklamdan gələn müştərilərin hesabına qazanırlar. Bu da bir versiyasıdır. E-mail marketing nədir? Bunu çox vaxt korporativ şirkətlər istifadə edirlər. Məsələn, böyük brendlər çox vaxt belə xırda satışlar etmirlər. Ta ki, çap şirkətləri ola bilər, mebel şirkətləri ola bilər. Onlar bəzən, məsələn, 1000 dənə qapı və yaxud da 500 dənə divan, 500 dənə stol kimi bir şeylər satılır. 20 miqyaslı satışlar etmək istəyirlərsə, onlar çox vaxt e-mail vasitəsilə digər şirkətlərin e-mailinə mesaj göndərirlər. Ya da siz görəcəksiniz ki, fərqli proqramlar daima sizin bir yerə abunə olursunuz və yaxud da qeydiyyatdan keçirsiniz, amma fərqli yerlərdən sizə daima mail üzərindən reklam təklifləri gəlir. Yəni bu təkliflərin özü e-mail marketing adlanır. Başqa sizə nə deyə bilərəm? Network marketingdən danışmışdıq. Network marketing isə ağızdan ağıza reklamçılıq el arasında deyilir. Yəni dildə gəzən marketing adı da verilir buna. Siz hansı ki dostunuza nəyisə tövsiyə edirsiniz. Dostunuz sizin tövsiyənizdən gedir həmin məhsulu alır. Bu nə deməkdir? Yəni network çevrəyə deyilir, ingiliscə daha çox çevrə mənasında istifadə edirlər. Çevrəniz vasitəsilə dildən dilə keçərək edilən marketing növünə də network marketing deyilir. Başqa versiyalar da var marketing üçün istifadə olunan. Məsələn, sədaqət kartları deyirlər buna. Bəzi kafe shoplarda bəlkə getsəz görəcəksiniz. Onlar bir kart verirlər. Kartda 10 dənə dairə olur. Hər siz oradan gedib kafe alanda orada bir möhür vururlar və siz 10 dənə kofeni tamamlayanda növbəti gəlişinizdə kartı göstərəndə sizə bir dənə kofeni və yaxud da bir dənə şirniyyatı hədiyyə edirlər. Burada onlarda loyallıq kartları edilir ingiliscə. Azərbaycanda sədaqət belə deyək kartlarıdır. Bu da özü marketinqin başqa bir növüdür. Yəni o müştərini davamlı olaraq özünə bağlamaq və davamlı olaraq ona satış etmək. Biraz marketingdən çox satış texnikasına gedir, amma zaten bunlar paralel olaraq birgə işləyən sahələrdir satış və marketing. Başqa billboardlar, yəni ənənəvi reklam üsulları var.
billboardlar vasitəsilə olan, televiziya vasitəsilə olan, radio vasitəsilə olan, hansı ki internetdən əvvəlki dönəmdə olan bütün marketinq növlərini bura biz daxil edə bilərik. Başqa marketinq növü olaraq affiliate marketing var. Bunu daha çox Trendyol, Temu kimi belə deyim, onlayn satış platformaları istifadə edirlər. Buna məsələn nümunə gətirək. Blogerlər görürsünüz ki, öz səhifələrində, storylərində Trendyol linkləri paylaşırlar. Siz o linkə toxunub həmin linkdən səbətə əlavə etdiyiniz məhsulu deyək ki, 2-3 bir gün içərisində orada bir müddət olur ya da bir həftə içərisində alırsınızsa, sizin ta ki 50 manatlıq bir məhsul alırsınız. O 50 manatlığın 5 manatını ya nə qədərsə hissəsini həmin blogerə, həmin şəxsə ödənilir. Yəni sizin almağınızda referans olan şəxsə ödənilir. Belə bir marketinq növüdür o da. Və yaxud da veb saytlara girirsiniz. Orada endirim kodu görürsünüz ki, bu endirim kodunu daxil elə. Ta ki, buradan müəyyən qədər endirim faizi əldə elə bu məhsulu almaqda. Həmin endirim koduna həvəsinə siz də gedirsiniz, məhsulu alırsınız. Bu da yəni affiliate marketinq növlərinə daxildir. Düzdür, marketinqin saysız-hesabsız növləri var, amma gündəmdə olan əsas bilinən sahələri bunlardır. Bunlar haqqında da çalışdım, sizə geniş məlumat verim. Bundan sonra isə təlimi sual-cavabla davam etdirəcəm. Suallar varsa təlimə davam edəcəm, yoxdursa təlimi yekunlaşdıracağım. Sual olan var mı? Deyəsən heç kimin sualı yoxdur. Ona görə mən də təlimi yekunlaşdırıram. Bir nəfər yazdı. Biznesi ilk dəfə başlamaq üçün ilk növbədə nə etmək lazımdır? Mini biznes plan qurmaq lazımdır. Bunu da düzdür, YouTube'da bu haqda da ətraflı danışmışam. Və mənim Telegram kanalım da var. Telegram kanalımın linkini yönləndirərəm, sizə göndərərlər. Orada podcast tipli səs yazılarım var. Həmçinin valyutaza verdikləri suallar əsasında cavablandırmışam. Məqalələr var. Daxil olub onu da oxuya bilərsiniz. Orada bunlar haqqında çox geniş danışmışam. Biznesə başlamaq üçün nə etmək lazımdır və s. Siz də daxil olub YouTube'dan ətraflı izləyə bilərsiniz. Çünki bu təlimə mövzusu deyil və çox geniş mövzu olduğu üçün burada onu ətraflı vurğulamayacağım. Amma başlamaq üçün dediyim kimi ilk növbədə xidmətiniz, sizin məhsul və xidmətiniz nədir? Kimlərə xitab edirsiniz? Yəni satdığınız əsas hədəf kütləsi kimdir? Bunu harda satacaqsınız? Yəni onlayn olaraq satacaqsınız, offlayn olaraq, yoxsa hər ikisi harda satacaqsınız və necə satacaqsınız? Necə tanıtım üsullarından istifadə edəcəksiniz? Ən axırda isə bütün bunları etmək üçün sizə nə qədər maliyyə, vəsait lazım, nə qədər pul lazımdır. Yəni sadə dildə budur. Biznesə başlamaq üçün bunlar lazımdır. Bunlar tamamlananda artıq vəsaitiniz də yerindədirsə, onları etmək üçün lazım olan siz biznesinizə başlaya bilərsiniz. Ən axırda da bunun psixolojik və xarakteristik nüansları ki, siz bu biznesi qurmağa özünüzü psixoloji olaraq hazır hiss edirsinizmi və yaxud da karakteriniz və bacarıqlarınız bu biznes modelinə uyğundurmu? Bunları nəzərə alanda bəli, siz artıq ilk biznesinizə başlaya bilərsiniz. Belə. Hər kəsə çox təşəkkür edirəm. Ümid edirəm ki, səsini aça bilməyən şəxslər də ən azından dinlədilər və faydalandılar. Bol uğurlar arzu edirəm. Amma tövsiyə edirəm ki, qatıldığınız təlimlərdə aktiv olun. Sadəcə dinləyici modunda qalmayın və suallar verin ki, inkişaf edəsiniz. Yəni, inkişaf etmək sual verməkdən başlayır. Belə. Buyurun. Özünüzə çox yaxşı baxın. Təşəkkür edirəm. Çox sağ olun. Təlimi yekunlaşdıra bilərik. Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür eləyirəm. Solmaz xanım, minnətdaram. Qoşun hər bir kəsə təşəkkürümü bildirirəm. Hələlik, sağ olun.